Torpaq, uğrunda ölən varsa vətəndir. Torpaq, o keçmişin nəfəsi, uşaqlıq qoxusu, ananın səsi, ata dualarının səssiz davamıdır. Torpaq, xatirələrin kökləndiyi bir yaddaş, bir millətin ruhu, bir xalqın yaddaş kitabıdır. Vətən, o hər birimizin içində yanan bir alovdur. O alov ki, sönməz. Çünki onun közündə şəhid qanı yatır. İnsan bəzən həyatından da böyük bir ideyaya bağlanır. Vətənə, azadlığa, kimliyinə və o anda ölüm qorxusu əriyir. Çünki canını verən əslində ölmür. Yaddaşlarda, torpağın damarlarında yaşayır. Bəzən bir damla qan 1000 il yazılacaq dastana çevrilir. Çünki o qan torpağa düşəndə torpaq dəyişir, vətənə çevrilir.